İngilis dili öyrənmək istəyən hər kəsə salam. Bugünkü videomuz Dövlət İmtahan Mərkəzinin 2027-ci il üçün hazırlamış olduğu nümunə suallar əsasında olacaqdır. Gəlin vaxt itirmədən başlayaq. İlk qrammatik sualımızdır. Sualımız artikel mövzusuna aiddir. Variantlara baxdıqda siz düzgün artikeli seçməli olduğumuzu görəcəksiniz. Gəlin indi bu sualı təhlil eləyək. It's good idea. Bildiyimiz kimi idea sözü sayıla bilən tək isim hesab olunur və qarşısında da good sifəti və yaxud təyin işlənibdir. Əgər sayıla bilən tək isimin qarşısında təyin edici bir sözümüz varsa, bu zaman biz burada çox böyük ehtimalla an artikel işlədəcəyik. Və cümləniz də it's ilə başlayırsa, artıq heç bir şübhə, heç bir tərəddüd qalmır ki, birinci hissədə bizdə artikel olacaq. Ona görə A variantını, B variantını və D variantını yanlış cavab kimi çıxdıq. Yenidən qeyd edirəm, idea ismi sayıla bilən tək isimdir. İkinci tərəfdə isə birthday gift sözü verilibdir. Bizim artikelimiz giftə aid olacaqdır. Ad günü hədiyyəsi mənasını ifadə eləyir. Gift yenə sayıla bilən tək isimdir. Ona görə bunun da qarşısında artikel işlədəcəyik. Ancaq sayıla bilən tək isimlərin qarşısında əlbəttə ki, the də işlədə bilərik. Baxın, biz iki variant arasında qalmışıq. Nəyə görə Y variantı yox, C variantını doğru cavab kimi seçirik? Gəlin indi bunu təhlil edək. Cümləni tərcümə etsək görərik ki, cümlənin tərcüməsi belədir. It's a good idea to give a birthday gift to my sister. Bacıma ad günü hədiyyəsi vermək yaxşı bir ideyadır, yaxşı fikirdir kimi tərcümə olunur. Amma biz cümləni oxuyanda gift, yəni hədiyyənin nə olduğunu bilmirik. Yəni hər hansı bir hədiyyə vermək onun ad günü üçün yaxşı bir fikirdir. Burada bizə hədiyyənin nədən ibarət olduğu məlum olmadığı üçün, hədiyyə haqqında ilk dəfə danışıldığı üçün burada biz the artikeli yox, artikelından istifadə edirik. Əgər hədiyyə haqqında bizə bir məlumat versəydi, hədiyyənin nədən ibarət olduğu haqqında bir bilgimiz olsaydı, bu zaman biz the artikelından istifadə edə bilərdik. Doğru cavab olacaq C bəndi. Növbəti 6-cı sualımıza baxırıq. 6-cı sualımız əvəzliklər mövzusudur. Gəlin bu sualı təhlil edək. Luckily, of us could catch the plane. Mən əndə qədər oxuyub burada saxlayıram və birinci hissəni tapmağa çalışıram. Əvvəla burada bizə kömək edən söz luckily sözüdür. Xoşbəxtlikdən, deməli, cümlədə luckily sözü olduğuna görə biz başa düşürük ki, cümlədə mənfi bir şey yoxdur. Yəni, yaxşı bir hadisə baş veribdir cümlədə. İkinci tərəfdə of hissəciyi görürük. Biz başa düşməliyik ki, of-la hansı əvəzliklər birləşir. Bunları bilməliyik. Gəlin baxaq. No one of A variantında qeyd olunub. Xeyr deyə bilmirik. Ümumiyyətlə, törəmə əvəzliklərin heç biri of-la birləşmir. Ona görə A variantını mən artıq səhv cavab kimi çıxıram. B variantında all of deyə bilərik, bəli. C-də every of deyə bilmərik, çünki every of-la birləşmir. Everydən sonra mütləq sayıla bilən tək isim gəlməlidir. C-ni də çıxıram. D variantında each of deyə bilərik, bəli, olar. Y-də isə both of. Bunu da deyə bilərik. Yəni all, each və both hər biri of-la birləşə bilən əvəzliklərdir. Gəlin əndə qədər olan hissəni tərcümə eləyək. Of us could catch the plane. Xoşbəxtlikdən bizim hamımız və yaxud hər birimiz və yaxud hər ikimiz, hansı doğru olacaqsa, təyyarəyə çata bildik. İndi gəlin başa düşək görək ikinci hissədə nə olubdu, ona uyğun doğru cavabı seçək. And was late for the conference və konfransa gecikdilər, yoxsa gecikmədilər? Əlbəttə ki, təyyarəyə çatıblarsa, deməli konfransa heç kəs gecikməyib. Məntiqi olaraq buradan ikinci tərəfdə inkar bir əvəzlik bizə lazım olur. Çünki yenidən deyirəm, cümləni tərcümə edəndə deyək ki, xoşbəxtlikdən hər birimiz və yaxud onların hər biri təyyarəyə çata bildi və heç kim konfransa gecikmədi. Elə bir variantı doğru cavab olacaqdı. All of us could catch the plane. Bizim hər birimiz təyyarəyə çata bildik. No one was late. Heç kəs gecikməmişdi. No one törəmədi, özündən sonra mütləq şəkildə təkdə olan feil tələb eləyir. Cümləmizdə də was verilibdir, bu da təkdədir, bəli, doğrudur. D variantı niyə ola bilməz? Everybody verilibdir, everybody də törəmədi. Bundan da sonra feil təkdə gəlir. Bəli, qrammatik cəhətdən heç bir səhv yoxdur. Amma tərcüməyə fikir versək, deyir ki, xoşbəxtlikdən hər kəs təyyarəyə çata bildi və hər kəs konfransa gecikdi. Təyyarəyə çata bildisə, niyə konfransa gecikirlər? Və həmçinin burada luckily sözü var. Niyə bir pis bir şey baş versin cümləmizdə? Ona görə D variantı da yanlışdır. Y-də isə ikinci tərəfdən no verilibdir. No-dan sonra bildiyimiz kimi biz mütləq şəkildə isim işlətməliyik. Yəni feillər tək başına işlənə bilmir. Ona görə də Y variantı yanlış cavabdır. Doğru cavabımız oldu B variantı.
Gəlin növbəti 7-ci sualımıza baxaq. Mən bu testi izah edərkən bizə lazım olan feillərdən də qeyd eləyəcəm. Siz də suallara qulaq asarkən mütləq öz qeydlərinizi götürün. Yenə doğru cavabı seçməliyik. Variantlara baxdıqda biz artıq görürük ki, sifət və ya zərf seçimləri etməliyik. Gəlin baxaq. My father looked. Bura kimi baxaq. My father looked. Mənim atam. Looked-u çox adam baxmaq, görmək kimi tərcümə eləyir. Buna görə də belə hallarda düzgün cavabı müəyyənləşdirə bilmirlər. Amma look-un həm də görünmək mənası var. Mənim atam burada görünürdü kimi tərcümə edirik. Mənim atam görünürdü. Və burada look feili linking verb kimi işlənir. Yəni linking verblərdən sonra biz mütləq şəkildə sifət işlətməliyik. Feil olmağına baxmayaraq özündən sonra zərf yox, sifət gəlməlidir. Biz öyrənmişik ki, feillər zərflə işlənir, amma linking verblər buna aid deyil. Linking verblərdən sonra biz mütləq şəkildə sifət işlətməliyik. Bəs bu feillər hansılardır? Özündən sonra sifət tələb edən feillər feel, seem, görünmək mənasında, look, yenə görünmək mənasında, taste, bu kimi feillər var ki, bunlar mütləq şəkildə özündən sonra sifət tələb edən feillərdir. Bəs hardan biz bilək ki, bu görünmək kimi tərcümə olunur, look yoxsa baxmaq kimi tərcümə olunur? Adətən baxmaq kimi tərcümə olunduqda özündən sonra ət gəlir. Look at. Nəyəsə baxmaq, kiməsə baxmaq kimi ətlə işlənir və artıq biz bilirik ki, bundan sonra biz zərf işlədə bilərik. Amma look sadəcə işlənirsə, deməli bu özündən sonra sifət tələb eləyir. Mən buna görə də variantlardan zərf olan cavabları çıxıram. Baxın, A variantında angry zərfdir. Bilməyənlər üçün deyək, hardan bildik ki, bu zərfdir? Sonunda ly hərf birləşməsi verilibdir. C variantındakı angry zərfdir, yenə ly var. Y variantındakı angry zərfdir, yenə ly var. Ona görə də A-nı, C-ni və Y-ni mən yanlış cavab kimi çıxdım. 2 cavabım qaldı, B və D. Gördüyünüz kimi birinci angry olan cavabları götürəcəm. Sifətdir angry, əsəbi mənasını ifadə eləyir, sifətdir. Angry olduqda zərfə keçir, yenə əsəbi mənasını ifadə eləyir. Əgər desəydik ki, atam əsəbi baxdı, look at olsaydı angry götürərdik. Ancaq sadəcə görünürdü, atam əsəbi görünürdü deyiriksə, sadəcə angry B variantı və yaxud D variantı doğru cavab olacaq. İkinci tərəfə baxıram, shouted at. Baxın, shouted at ilə işlənibdir, qışqırmaq. Kiməsə qışqırmaq. Shouted at everyone. Hər kəsə qışqırırdı. Shouted artıq linking verb deyil. Adi bir feildir və özündən sonra zərf tələb eləyir. Hər kəsə necə qışqırırdı? Hərəkətin necəliyini göstərmək üçün biz zərf işlədirik və biz ikinci tərəfdə angry, yəni D variantını doğru cavab kimi götürürük. Deməli, baxmayaraq ki, bizim cümləmizin hər iki tərəfində feil verilibdir. Birincidə looked feili, ikincidə shouted feili. Biz birinci tərəfdə sifət götürdük, ikinci tərəfdə zərf götürdük. Səbəbini isə yenidən deyirəm. Birinci tərəfdə işlənən look feilimiz linking verbdir. Özündən sonra sifət tələb edən feildir. İkinci tərəfdəki shouted at feili isə özündən sonra zərf tələb edən feildir. D variantı doğru cavabdır. Atam əsəbi görünürdü və hər kəsə əsəbi formada qışqırdı. Növbəti 8-ci sualımıza baxırıq. Zamanlarla əlaqəli olan bir sualdır. You any presents to family members while you abroad. Əvvəlcə cümləni tam oxuyun, başa düşün, nə verilib, sizə hansı köməkçi sözlər verilibdir. Ardınca variantlara baxa bilərsiniz ki, doğru cavabı müəyyənləşdirəsiniz. Mən burada köməkçi söz kimi while görürəm. Yəqin ki, bəzi şagirdlərimiz artıq bilir. While gördükdə bizim ağlımıza gəlməlidir davam edici zaman. Davam edici zaman olan variant axtarmalıyıq, xüsusilə də ikinci tərəfdə. Çünki while-dan sonra biz davam edici işlədəcəyik. Ona görə mən son tərəfdə, yəni axırıncı tərəfdə davam edici zaman olan variantlara baxıram. A variantındadır were traveling, bir də C variantındadır were traveling. Davam edici zamanlar ümumiyyətlə necə düzəlir? To be feilinin müəyyən zaman forması və özündən sonra feil plus ing, yəni ing ilə işlənən feil işlədirik. Bu da A və C variantlarında var. Ona görə mən yerdə qalan variantları yanlış cavab kimi çıxacağam. 2 cavabım qaldı. A və C variantları. İndi gəlin birinci tərəfə baxaq. Birinci tərəfdə A variantında did buy verilib. Did you buy any presents? Yəni hər hansı bir hədiyyə aldınmı? C variantında isə did bought verilibdir. Past simple mövzusu, yəni keçmiş sadə zaman mövzusunu və yaxud keçmiş qeyri-müəyyən zaman mövzusunu bilənlər artıq bilirlər ki, did varsa cümləmizdə, sual və yaxud inkar cümlədirsə, did varsa, did not varsa, diddən sonra gəlməli olan feil keçməlidir başlanğıc formaya. Yəni, bought
feili by feilinin keçmiş zaman formasıdır. Yəni biz boat'un birinci formasını götürməliyik. By formasını götürməliyik. Ona görə did boat ola bilməz. C variantını çıxırıq. A variantı doğru cavab olacaq. Did you buy any presents to family members while you were traveling abroad? Xaricə səfər edərkən ailə üzvlərinə heç hədiyyə aldınmı? A variantı. Növbəti sualımıza baxırıq. Artıq şərtdən də gördüyümüz kimi passive voice aiddir, yəni məchul növə aiddir cümləmiz. Which sentences can be changed into the passive? Hansı cümlələri məchul növə çevirə bilərik və yaxud çevirə bilmərik kimi də düşə bilər sualımız. Əgər cümləni məchula çevirin tipli cümlələr, suallar əvvəllər düşürdüsə ki, bunu çevirmək artıq daha asandır abituriyentlər üçün. İndi hansı cümləni məchula çevirə bilərik və yaxud çevirə bilmərik kimi suallar düşür. Yenə bunu da təhlil edəcəyik və görəcəksiniz ki, bu tip cümlələri də, bu tip testləri də imtahan zamanı tapmaq sizin üçün asan olacaq. Gəlin başlayaq elə birinci cümlədən. I have been playing with my sister since afternoon. Ümumiyyətlə cümlənin məchula keçməyəcəyini nəyə uyğun bilə bilərik? Cümləmizdə əgər obyekt varsa və yaxud da ki, feilimiz obyekt tələb edirsə. Baxın, birinci cümləmizdə deyir ki, günortadan bəri bacımla oynayırdım. Playing var. Play oynamaq feilidir və özündən sonra heç obyekt də gəlməyibdir. With my sister with ilə olan bir birləşmədir. Yəni burada obyekt yoxdur. Bacım ilə oynayırdım. Bir yanlış cavabdır. İkinci də the speed of the wind is very high and it's dangerous. The speed of the wind cümləmizin mübtədasıdır. Küləyin sürəti is very high isə cümləmizin xəbəridir. Çox yüksəkdir. Burada da yenə obyekt yoxdur, fikir verirsinizsə. Cümləni məchula çevirmək üçün cümləmizdə obyekt olmalıdır. Ona görə 2 də yanlış cavabdır. Üçüncü cümləmizə baxaq. The teacher asked me a lot of difficult questions. The teacher mübtədadır, ask xəbərimizdir. Me isə obyektdir və yaxud a lot of difficult questions da obyekt kimi götürə bilərik. Burada 2 obyektimiz var. Müəllim soruşdu. Baxın, müəllim soruşdu. Nəyi soruşdu? Görürsünüz, obyekt tələb eləyir. Bu bizim təsirli halımızın sualıdır. Ümumiyyətlə, cümlənin xəbərinə sual verin. Əgər kimi nəyi sualını verə bilirsinizsə, onu məchul növə çevirə bilərsiniz. Bu ən asan üsuldur. Tapmağın ən asan üsuludur. Askdan sonra, soruşdudan sonra nəyi sualını verə bilirsinizsə, deməli, bəli, bunu məchula çevirə bilərik. 2 dənə də obyektimiz var. İstədiyimiz obyektlə başlaya bilərik. Bu tip cümlələrdə me-ni aya çevirib əvvələ keçirdib. I was asked a lot of difficult questions kimi də məchula çevirə bilərik cümləni və yaxud a lot of difficult questions were asked kimi də çevirə bilərik. Çoxlu çətin suallar soruşuldu və yaxud məndən çoxlu suallar soruşuldu. Yəni biri 3-dür. 4-ə baxırıq. Students invited new people to the summer camp. Yəni yenə gəlin cümləmizin xəbərini tərcümə eləyək. Invited, dəvət etdilər. Sual verək. Kimi dəvət etdilər? Obyekt tələb eləyir. Çoxlu, yeni insanı yay düşərgəsinə dəvət etdilər. Deməli, bu da obyekt tələb etdiyi üçün, özündən sonra bir obyekt gəldiyi üçün, invited isə təsirli feil olduğu üçün bunu da doğru cavab kimi götürürük. 3 və 4 bizdə düzgün cavab olacaqdır. Növbəti sualımıza baxırıq. Choose the correct option. Yenə doğru cavabı seçməliyik. Variantlara baxdıqda artıq mövzumuzun söz önləri mövzusunun olduğunu görürük. Cümləmizi oxuyaq. I wasn't ready for the speech at the conference. Konferansdakı çıxışıma hazır değildim. I was informed about it beforehand. Mən əvvəlcədən bu haqda məlumatlandırılmışdım. Fikir verirsinizsə, burada 2 zid fikir qarşılaşdırılıbdır. Mən konferansdakı çıxışa hazır değildim, əvvəlcədən məlumatlandırılmışdım. Ona görə də bizə 2 zid fikri bir-birinə bağlayan bir sözün lazımdır. Variantlara baxdıqda mən burada həm because görürəm, həm as görürəm. Bunların hər ikisi eyni mənanı ifadə edir. Yəni biri işlənən yerdə, digəri də işlənə bilir bu tip cümlələrdə. Ona görə deməli bu cavab yanlış olduğuna görə mən bunların ikisini də çıxıram. Because və as ikisi də eyni məna ifadə elədiyi üçün biri doğrudursa, digəri də doğru olmalıdır. Ona görə bunları çıxıram. Həmçinin tərcümə baxımından bunlar da doğru gəlmir. Çünki kimi tərcümə olunur. Mən konferansdakı çıxışıma hazır değildim. Çünki əvvəlcədən məlumatlandırılmışdım. Gördüyünüz kimi məna uyğun gəlmir. Ona görə də bunu yanlış cavab kimi çıxdım. A variantındakı till I was informed it beforehand yenə till qədər deməkdir. Həm tərcümə baxımından uyğun gəlmir. Əvvəlcədən məlumatlandırılana qədər ümumiyyətlə tərcüməni düzəltmək olmur. Həmçinin qrammatik baxımdan da tillin yeri burada doğru deyil.
Qaldıq iki cavab arasında therefore və whereas. İki zid fikri qarşılaşdırmaq üçün biz whereas-dən istifadə edirik. Y variantı burada doğru cavab olacaq. Whereas halbuki deməkdir. Məsələn, gəlin bunu yerləşdirək və cümləni yenidən tərcümə eləyək. Mən konferansdakı çıxışıma hazır deyildim. Halbuki əvvəlcədən bu haqqda məlumatlandırılmışdım. Whereas yenə qeyd edirəm, iki zid fikri bir-birindən qarşılaşdırmaq üçün istifadə olunan bir bağlayıcıdır. Therefore isə buna görə deməkdir, buna görə də deməkdir. Mən konferansdakı çıxışıma hazır deyildim, buna görə də əvvəlcədən məlumatlandırılmışdım. Yenə cümlədə düzgünlük alınmır, səbəb-nəticə əlaqəsi düzgün alınmadığına görə biz whereas Y variantını doğru cavab kimi götürürük. Ona görə ki, zid fikirlər var. Hazır deyildim, məlumatlandırılmışdım. Məlumatlandırılıbsa bu hazır olmalı idi. Zid fikir olduğu üçün biz doğru cavab kimi yeni götürürük. Növbəti 11-ci sualımız choose the correct option. Doğru cavabı seçməliyik. Mübtəda xəbər uzlaşmasıdır. Başlayaq birinci cümləmizdən. The borders of the country are strictly protected. Burada bəzən şagirdlər bilmirlər ki, mübtəda olaraq borders-i götürsünlər, yoxsa country-ni götürsünlər. Adətən xəbərə ən yaxın olanla müqayisə eləyirlər. Düşünürlər ki, country təkdədir, onda are cəm feildir. Ona görə bu yanlış cavab olacaq. Xeyr, düzgün izah belə deyil. Ümumiyyətlə, bu tip cümlələrdə mübtəda xəbər uzlaşması olan cümlələrdə sizin çox vaxt söz önünüz olur ortada. Yəni birləşmə halında verilir mübtədanız. The borders of the country. Baxın, the borders of the country. Bizim əsas birləşməmiz budur. Ölkənin sərhədləri. Bizdə indi burada mübtəda sərhədləridir, yoxsa ölkə? Əlbəttə ki, bizim mübtədamız sərhədlərdir. The borders sözüdür. İngilis dilində bunu necə müəyyənləşdiririk? Söz önündən əvvəl gələn, yəni of-dan əvvəldə gələn sözdür sizin mübtədanız. Yəni, baxın, burada borders sözü bizdə mübtəda olacaqdır. Gəlin onu işarələyək. Borders sözü mübtəda olacaq. Cəmdə olduğuna görə, sonunda s olduğuna görə xəbərimiz onunla uzlaşmalıdır. Xəbərimiz də cəmdə olmalıdır. Yəni are verilib. Bəli, doğrudur. Ümumiyyətlə bunu necə həm də müəyyənləşdirə bilərsiniz? Ortadakı mübtədadan sonra və xəbərdən əvvəl gələn ortada yerləşən birləşməni cümlədən gəlin çıxardaq. Yəni of the country-ni çıxartdıq. The borders are strictly protected. Deyə bilirikmi? Cümlə düzgün alınırmı? Bəli, cümlədə heç bir məna itmir. Sərhədlər ciddi şəkildə qorunur. Gördük? Və yaxud da ki, ölkənin sərhədləri ciddi şəkildə qorunur. Bizim birinci cümləmiz doğrudur. Ona görə biri düzgün cavab kimi götürürük. Bir olmayan cavabları isə çıxıram. İkinci cümləyə baxıram. The basket full of apples was sold in the market. Birinci cümləyə dediklərim buna da aiddir. Birləşmə şəklində verilib mübtədamız. Of-la verilibdir. Yenə of-dan əvvəl gələn isimə baxırıq. Of-dan əvvəl gələn isim basket ismidir, səbət ismidir, təkdədir. Deməli, feilimiz təkdə olmalıdır. Was təkdədir. Bəli, bu da doğru cavabdır. Almalarla dolu olan səbət bazarda satıldı. Burada applesa baxmırıq. Apples bizim mübtədamız deyil, səbətdir mübtədamız. 3-ə baxıram. Unfortunately, all the products was low in quality. Burada heç bir çətinlik yoxdur. Sadəcə mübtəda verilib və ondan sonra da xəbər verilibdir. Mübtədamız cəmdədir, sonunda s var. Xəbərimiz isə təkdə verilibdir. Xeyr, yanlışdır. Xəbərin təkdə olduğunu onun sonundakı s-dən müəyyənləşdirə bilərsiniz. Adətən s-lə bitənlər tək xəbərlər olurlar. 3 yanlışdır. Products were olmalıydı. 3 olan cavabı da çıxdıqda bizdə bir dənə cavab qalır. C variantı. Gəlin 4-ə də baxaq. The bank accounts starting these numbers isn't right. Bank accounts starting these numbers. Numbers rəqəmlər deməkdir. Cümlə kimi olan hissəni tərcümə edirəm. Bu rəqəmlərlə başlayan bank hesabları. Cümləmizin mübtədası bank hesablarıdır. Yəni bank accounts. Account sözüdür bizim mübtədamız. Cəmdə olduğuna görə isn't, yox, are not olmalı idi. Ona görə də 4 yanlış cavabdır. 1-2C variantı doğru cavab olacaq. 12-ci sualımız söz önü mövzusudur. Yenidən söz önü mövzusudur. Söz önlərini düzgün işləmək üçün bəzi qəlib birləşmələri bilmək, əzbərləmək lazımdır ki, bu kimi testləri düzgün işləyə bilək. How do you go to school? Məktəbə necə gedirsən? It depends. Depends onla işlənir. Depends on. Bunu standart qəlib bir birləşmə kimi beyninizdə saxlayaq. It depends on. Onla olmalıdır. Mütləq başqa bir variant yoxdur. A-nı, B-ni və yeni yanlış cavab kimi çıxdım. C və D doğru cavabdır. It depends on the weather. Bu havadan asılıdır. Yəni hava necədirsə ona baxıram. Sunny days. Days sözünün qarşısında təyin edici bir birləşməniz varsa ondan işlənir. On sunny days. Günəşli günlərdə I go on foot. Piyada getmək. Standart birləşmədir. On foot. Piyada getmək. Günəşli günlərdə mən piyada gedirəm.
budur. Yəni əzbər biləcəyiniz 3 dənə birləşmə sizə bu testin cavabını tapmağa kömək olacaq ki, bu da C variantıdır. Növbəti sualımıza baxırıq. Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçirik. Başlayaq A variantından. Mən bir qədər yaxınlaşdıracağam. A variantında why didn't you had taken responsibility for the wrong actions you did? Gəlin birinci sual cümləsində söz sırasını yada salaq. Sual cümlələrində birinci sual sözləri gəlməlidir. Bu adətən we, age, how ilə başlayan sözlər olur. Daha sonra köməkçi feil gəlməlidir, mübtəda gəlməlidir və digər əsas feilimiz gəlməlidir. Bu ardıcıllığa uyğun olaraq gəlin indi A variantını təhlil edək. Sual sözümüz var why, didn't köməkçi feilimiz verilib, you mübtədamız verilibdir. Daha sonra had taken, yenidən had köməkçi feili gəldi. Deməli, cümlədə struktur səhvi var. 2 dənə köməkçi feil işləndi cümlədə, didn't və had. 2 köməkçi feil bir cümlədə ola bilməz, xüsusilə də sual cümlələrində bu yol verilməz bir haldır. Ya why didn't you take olmalıydı, ya da why hadn't you taken olmalı idi. A variantı yanlış cavabdır. B-yə baxıram. Why didn't you have taken? Yenidən eyni səbəbdən bu cümlə yanlışdır. Didn't da köməkçi feildir. Sadəcə inkarda verilmiş köməkçi feildir. Have də köməkçi feildir. Bir cümlədə 2 köməkçi feil olmaz. Əgər bunları müəyyənləşdirməkdə çətinlik çəkirsinizsə, sizə belə bir yardımcı cümlədə deyə bilərəm. Bəlkə bu daha rahat yadınızda qalar. Sual cümlələrində köməkçi feillə əsas feil, yəni 2 feil yan-yana gəlməməlidir. Mütləq onlar ayrılmalıdır. A variantında da baxın, had taken 2 feil yan-yana gəlib. B variantında da have taken 2 feil yan-yana gəlib. Əgər sual cümləsidirsə, bunlar mütləq şəkildə ayrı olmalıdır. Arasına mübtəda girməlidir. Ona görə də sual cümlələrində 2 feili yanaşı gördünüzsə, söhbət köməkçi və əsas feildən gedir. Bunu yanlış cavab kimi çıxın. B də yanlış cavabdır. C-yə baxıram. Why hadn't you taken responsibility for the wrong actions did you? Birinci tərəfdə heç bir problem yoxdur. Köməkçi, deməli, sual sözümüz why, hadn't köməkçi feilimiz, you mübtədamız, taken əsas feilimiz var. Ardınca da cümlənin digər üzvləri öz qaydasında gəlib. Buradakı səhvimiz ən sonda verilib. Bəzən şagirdlər elə ilk hissəyə baxıb düzgün cavab kimi bunu götürə bilərlər, amma yanlışdır. Mütləq şəkildə cümləni sona qədər oxumalısınız. Actions did you. Buradakı did əsas feildir. Cümlənin ümumiyyətlə tərcüməsi belədir ki, sən etdiyin səhv hərəkətlər üçün niyə məsuliyyət götürmürsən və yaxud götürməmişdin və yaxud götürmədin. İndi birinci tərəfimiz nə olacaqsa ona uyğun tərcümə edirik. C-də deyir ki, nəyə görə sən səhv hərəkətlərin üçün məsuliyyət götürməmişdin? Məsuliyyət almamışdın. Buradakı did, sonda verilən did köməkçi feil deyil. O sual cümləsini yaratmır. Ona görə mübtədadan önə keçə bilməz. Mübtədadan sonra gəlməlidir. Did you yox, you did olmalıydı. Yəni did etmək feilinin keçmiş zaman formasıdır. Əsas feil kimi tərcümə olunur. Etdiyin səhv hərəkətlər üçün niyə məsuliyyət götürmürsən? Etmək kimi tərcümə olunduğuna görə biz burada didi you-dan əvvələ keçirdə bilmərik. Ümumiyyətlə digər bir qeydimiz də budur. Bunu mütləq yadınızda saxlayın. Did, ümumiyyətlə did, does, do, bunlar elə feillərdir ki, həm əsas, həm köməkçi feil ola bilirlər. Buna görə də bir çox abituriyentlər burada çaşbaş qalırlar. Didi tərcümə edə biliriksə, etmək kimi tərcümə edə biliriksə, deməli bu əsas feildir və cümlədə sual cümləsində əgər əlavə köməkçi feil əvvəldə artıq verilibsə, bunu önə keçirdə bilmərik. C də yanlış cavabdır. Növbəti varianta baxırıq. Why hadn't you taken responsibility for the wrong actions you did? Bəli, baxın, bu doğru cavabdır. Nəyə görə sən etdiyin səhv hərəkətlər üçün məsuliyyət götürməmişdin? Bəli, bu doğru cavabdır. Əvvəldə sual sözümüz, köməkçi feilimiz, mübtədamız, əsas feilimiz verilib. Sonda isə you did yenə öz formasında, öz ardıcıllığında doğru olaraq verilibdir. Y variantında isə yenidən hadn't bir köməkçi feil, had ikinci köməkçi feil, 2 köməkçi feil verilib və yaxud bunu müəyyənləşdirə bilmirsinizsə belə baxa bilərsiniz suala. Had taken sual cümləsində 2 feil yan-yana gəlib. Köməkçi və əsas feil yan-yana gəlibdir. Başqa bir səhvimiz isə didin you-dan önə keçməyidir. Cümlənin ən son hissəsində you did olmalıydı. Y də yanlış cavabdır. Make up sentence, cümlə düzəltməliyik. Növbəti 14-cü sualımızda. Əvvəlcə sözlərə baxın, görün hansı nitq hissələri verilibdir sözlər içərisində. Mən burada yesterday görürəm. Yesterday bildiyimiz kimi zaman zərfidir. Zaman zərfləri
çox vaxt cümlədə sonda işlənirlər. Öndə də işlənə bilirlər, amma əksər hallarda sonda işlənirlər. Siz zaman zərfi verilibsə cümlənizdə, xüsusilə də yesterday, tomorrow, today kimi zaman zərfləri, bunu əvvəlcə sona yerləşdirin və cümləni oxuyun. Görün doğru alınırmı? Əgər doğru alınmasa, onda lap önə yerləşdirə bilərsiniz. Yesterday-ni mən sona yerləşdirəcəm və burada bir dənə Y variantında 3-ün sonda olduğu hissə verilibdir. Gəlin bunu oxuyaq. 1 ilə başlayır. The stadium was full of fans yesterday. Bəli, elə doğru cavabımız Y variantı olacaqdı. Dünən stadion azarkeşlərlə dolu idi kimi tərcümə olunur. Y variantı doğru cavab olacaq. 3-ün öndə gəldiyi cümlədə var. A variantında. Gəlin ona da baxaq. Yesterday fans full of the stadium was. Görün necə qəribə bir cümlə alındı. Ümumiyyətlə cümləmizdə, nəqli cümləmizdə was, were, am, is, are və s. kimi xəbərlər cümlənin sonunda gələ bilməz. Yəni 2, yəni was heç vaxt nəqli cümlədə, adi cümlədə cümləmizin sonunda gələ bilməz. 2 sonda olan cavabları çıxın birbaşa. A-nı, C-ni, D-ni çıxacam. Çünki bunlarda 2 sonda verilib. Xəbər cümlənin sonunda tək formada işlənə bilməz. Bu yol verilməz bir haldır. Xəbərin yeri sual cümləsidirsə öndə, adi nəqli cümlədirsə mübtədadan sonra olmalıdır. Ümumiyyətlə xəbərimiz sonda gələ bilməz. B variantı isə niyə səhvdir? Gəlin ona baxaq. The stadiumu sonda veribdir, mübtədamızı sonda veribdir. Full of-la da başlayıbdır. Yenə full of fans yesterday was the stadium. Çox yenə qəribə bir cümlə alındı. Oxuduqca özünüz də görəcəksiniz. Mübtəda sonda yox, öndə gəlməlidir. Buna görə də Y variantı doğru cavabdır. 15-ci sual complete a sentence cümlə tamamlama testidir. Bu haqda mənim kanalımda video var. O videoya baxdıqdan sonra bir çox abituriyentlər yazdılar ki, artıq bu mövzunu tam başa düşdüm. Əslində çox abituriyentin çətinlik çəkdiyi çox asan bir mövzudur. Gəlin yenidən bu sualın üstündə izah edim. Jeremy soruşdu. Gördüyünüz kimi cümlənin ardını tamamlamalıyıq. Burada bəzi qeydlər var mütləq şəkildə suala başlamazdan əvvəl, izaha başlamazdan əvvəl onları deyirəm. Jeremy soruşdu. Bu tip cümlələrdə əvvəlcə bilməliyik ki, askdan sonra that gəlməz, that işlənməz. Bu birinci qeydimiz. Ask that olmur cümlə tamamlama testlərində. Ona görə bu qeydi mütləq götürün. Askdan sonra that harda gördünüzsə yanlışdır. İkinci qeydimiz, bu tip testlərdə, cümlə tamamlama testlərində askdan sonra mütləq bir bağlayıcı sözümüz gəlməlidir. Bu ola bilər if, what, when və s. hər hansı bir bağlayıcı söz gəlməlidir. Bundan sonra isə ardıcıllığımız mütləq belə olmalıdır. Mübtəda, xəbər. Yəni bağlayıcı sözdən sonra biz mütləq işlətməliyik mübtəda və xəbər. Xəbər önə keçə bilməz. Mübtəda xəbər ardıcıllığını gözləməliyik. Gəlin qeydlərimizə, variantlarımıza baxaq. Jeremy asked, A variantına baxıram. If I had visited my grandparents. Burada bir yanlışlıq görmürəm. Ola bilsin ki, doğru cavabımız elə bu olacaqdı. Bunu gəlin saxlayaq. Jeremy soruşdu ki, mən nənə babalarıma baş çəkirəm, onlara getmişəmmi? B variantına baxıram. Would time bağlayıcı sözümüz verilibdir. Burada problem yoxdur. Daha sonra had gəldi. Baxın, köməkçi feil gəldi. Amma biz dedik ki, bağlayıcı sözdən sonra mütləq mübtəda gəlməlidir. Daha sonra feil gəlməlidir. Ona görə B yanlışdır. I had visited ola bilərdi. C-yə baxıram. When I have visited my grandparents. Bəli, bu da ən vacib qeydlərdən biridir. Baxın, burada da deyəcəksiniz ki, bağlayıcı sözümüz var, sonra da mübtəda xəbərimiz var. Heç bir yanlışlıq yoxdur. Onda bu cavab da doğru ola bilər deyə düşünə bilərsiniz. Ancaq burada da kiçik bir nüans var. Ümumiyyətlə, when bağlayıcı sözü cümlədə işləndisə, when-dən sonra heç vaxt bitmiş zaman işlədə bilmərsiniz. When-dən sonra have visited ola bilməz. Çünki bu present perfect-dir. Has visited ola bilməz. Had visited ola bilməz. Yəni have, has, had özündən sonra isə feilin 3-cü forması və yaxud feil id artırılmış forma işlənə bilməz. When-dən sonra have, has, had ilə başlanan perfect tense formlardan heç birini işlədə bilmərsiniz. Ona görə C-də yanlışdır. D variantında that ilə başlayıb askdan sonra that olmaz. Buna görə də D-ni çıxırıq. D-də səhvdir. Y-də isə yenə if bağlayıcısından sonra köməkçi feil gəlibdir. Amma biz dedik ki, bağlayıcıdan sonra mütləq mübtəda xəbər ardıcılığı gəlməlidir. Yəni if I had visited olmalıydı. Y-də yanlış cavabdır. 15-də A variantı doğru cavabdır. Mütləq bu suala qulaq asarkən qeydlərinizi götürün. Çünki bu sual əsasında imtahana mənim indi dediyim qeydlərdən başqa heç nə demək olar ki, düşmür.
Növbəti sualımıza baxırıq. Choose a correct match. Düzgün uyğunlaşmanı istəyir bizdən. Bu həm sinonim, həm definition kimi işlənə bilən bir testdir. Adətən bu tip testlərdə də sifətlər qarşımıza çıxır. Crucial, moist, fabulous. Burada da yenə sifətlərdir. Ona görə mütləq şəkildə adjektivləri daha yaxşı öyrənməyinizi tövsiyə edirəm. Crucial, important, vacib sözünün sinonimidir, amma crucial daha vacib deməkdir, çox vacib deməkdir. Yəni extremely important deməkdir. Bir olacaq B. 2-də moist nəmli, rütubətli mənasını ifadə eləyir. Yəni slightly wet olacaq C. Fabulous isə çox yaxşı mənasını, yəni möhtəşəm mənasını ifadə eləyir. Bu da olacaq A. Extremely good. Baxın, good yaxşı, important vacib, wet islaq, nəm. Və B, C, A ardıcıllığı da D variantında verilib. D variantı doğru cavabdır. Növbəti sualımız və sonuncu qrammatik sualımız. Choose a close meaning to the underlined word. Bildiyimiz kimi artıq close meaning sözü sinonim sözünün əvəzedici kimi işlənir suallarda. Yəni sinonim istəyir bizdən altından xətt çəkilmiş sözün. The city has banned smoking in all public buildings. Bütün ictimai binalarda şəhər siqaret çəkməyi qadağan edib. Ban qadağan etmək deməkdir. Bizə qadağan etmək sözü lazımdır. Bu da prohibiteddir. Hər ikisi qadağan etmək deməkdir. Burada bir izah yoxdur, sadəcə sözün tərcüməsini bilməlisiniz. A-dakı promise söz vermək, allow icazə vermək, questioned sorğulamaq, soruşmaq, accepted isə qəbul etmək mənasında istifadə olunur. B variantı doğru cavabdır. Bugünlük bu qədər əziz şagirdlər. Hər hansı bir sualınız varsa, bu suallarla əlaqəli və yaxud hər hansı bir sualla əlaqəli şərhlər bölməsində qeyd edə bilərsiniz. İstədiyiniz mövzular, video çəkilməsini istədiyiniz hər hansı bir mövzu varsa, onu da şərhlər bölməsində qeyd edə bilərsiniz. Bugünlük videomuz bu qədərdir. Növbəti videolarda görüşənə qədər. Hələlik.